Məhkəmə ekspertizasının növlərindən biri olan lingvistik ekspertiza, filologiya və hüquq elmlərinin kəsişməsində yaranan sahələrdəndir. Son dövrlərdə lingvistik ekspertizaya müraciətlərin sayının artması müşahidə olunur. Qloballaşma və texnologiyaların inkişafı ilə əlaqələndirilə bilər. Hər kəs üçün internet və sosial şəbəkələrin əlçatan olduğu dövrdə bəzən şəxsi münaqişələr belə sosiallaşdırıla bilir və bu da məhkəmə ekspertizasının bir növü olan lingvistik ekspertizanın aktuallaşmasına şərait yaradır. Lingvistik ekspertiza sahəsində daha çox rast gəlinən predmetinə görə daha çox rast gəlinən ekspertiza növlərindən şərəf əlaqətin alçaldılması, işgüzar nüfuzun alçaldılması, təhqir, böhtan faktı üzrə olan işləri göstərmək olar. Bundan başqa siyasi və dini ekstremizm materiallarının təhlili də lingvistik ekspertizanın predmetinə aiddir. Bir çox hallarda təhqir və böhtan faktlarının qarışıq salınmasına, mübahisəli məsələlərin meydana çıxmasına təsadüf edirik. Bu bir tərəfdən ümumilikdə lingvistik ekspertizanın metodologiyasında mübahisəli məsələlərin mövcudluğu ilə əlaqədardır, digər tərəfdən bəzən məişət səviyyəsində təhqir və hüquqi baxımdan təhqir anlayışlarının qarışıq salınması ilə bunu əlaqələndirmək olar.